23 sentyabr tarixində Kürdəmir rayonunun Çölqubadlı kənd sakini Həbibov Ötərxan Babaş oğlunun İnsan Hüquqlarının və Ekologiyanın Qorunması Mərkəzinə və Fəal TV-yə müraciəti əsasında əməkdaşlarımız Kürdəmir rayonunda olub. Dövlətin iqtisadi maraqlarını qorumaq təkcə dövlət qurumlarının işi deyil, həm də ayrı-ayrılıqda bütün vətəndaşların üzərində olan bir vəzifədir. Bu mənəvi borcu üzərinə götürən Həbibov Ötərxan Babaş oğlu hələ 2004-cü ildə Kürdəmir rayonunun Çölqubadlı bələdiyyəsi tərəfindən ona ayrılmış ərazidə İntiqam kəndli fermer təsərrüfatını yaratmışdır. Həbibov Ötərxan Babaş oğlundan problemləri ilə bağlı müsahibə aldıq. Həbibov Ötərxan Babaş oğlu Kürdəmir rayonunun Çölqubadlı kənd sakini. Mən 1996-cı ildə icra hakimiyyəti çağırdı. Mənim ixtisasım var, mal həkimiyəm mən. Ki, hökmən fermer təsərrüfat yaradılmalıdır. 1996-cı ildə icra başçısının qərarı ilə fermer təsərrüfat yaradıldı. Tikinti tikdim, malqara aldım, qoyun, filan, çoban, öz ailə üzvlərim 15 nəfər bu saat mənim burada təsərrüfatla məşğul olan işçilərim var. İcra hakimiyyətinin nümayəndəsi, başçısı deyir ki, cəmaat deyir ki, örüş yeri verin mənə. Cəmaatın örüş yerinə görə mən də onlara sübut eləmək istəyirəm ki, sən bu 35 kilometr yolu bu kətdənəm. Mən Çölqubadlı kəndi, bu kanalda oradan yol yoxdur. Bir dənə sentr körpüdür. Düz getdi Sabirabadacan. 35 kilometri gəlib buradan gedə bilir. Mən bu boyda təsərrüfatı zəhmət çəkmişəm, xərc çəkmişəm, təsərrüfatı yaratmışam. Mənə deyir ki, qoy cəmaatın malı gəlsin orada otlasın. İcra başçısı deyir ki, mənlik dögür, cəmaat eləyir. Amma qanuna qalanda torpaq səhəndir. Onda da bələdiyyə saat yox idi. 2004-də bələdiyyə yarandı Çölqubadlı kəndində. Onun qərarı ilə 20 illik müqavilə verdi. O vaxt 2004-cü ildə. İndi ondan hələ 5 il durur. 15 il keçib. Deyirlər güya 15 illik olmalı idi. Mən 2004-də nə işləyirdim, nə bilim ki, mən nə olmalıdır. Bələdiyyə qərar verib, müqavilə sənəd, həmi qərarı var, rəsmi ki, bu qədər torpaq verilsin, bu qədər yem bitkilər əkmək üçün istifadə olunsun. Bütün sənədlər hamısı öz